Əyləncə dövrümüzdə insanların ən vacib ehtiyaclarından biridir. Xüsusilə dövrümüzdə inkişaf edən texnologiya əyləncə sahəsini daha da genişləndirib. Ticarət və əyləncə mərkəzləri, otellər, çimərliklərlə yanaşı artıq televiziyalar, internet, sosial şəbəkələr, ağıllı telefonlar da həyatımızı rəngləndirmək üçün bir vasitəyə çevrilib. İnsanlar texnologiyanın bu imkanlarından bilgilənmək, həyatlarını monotonluqdan çıxarmaq, sosiallaşmaq və s. üçün istifadə etdikləri kimi əylənmək məqsədilə də istifadə edirlər. Neil Postmanın sözü ilə ifadə etsək, əsrimiz ölümünə əylənmək səviyyəsində bir əyləncə anlayışına çatır. Ancaq bir məsələ var. Bu qədər nəhəng sektorun insanları əyləndirmək üçün çalışmasına baxmayaraq, insanlar niyə xoşbəxt deyil? Necə olur ki, onları əhatə edən bu əyləncə dünyasında xoşbəxtliyə qovuşa bilmirlər? Bəli, insanlar xoşbəxt deyil. Ətrafınızdakı insanlara diqqətlə baxın. Fikirli, gərgin, əsəbi və ən əsası kədərli simalar görəcəksiniz. Nələrdən danışdıqlarına qulaq asın. Bir-birlərinə nə qədər sıxıntılı və dərdli olduqlarını anlatdıqlarının şahidi olacaqsınız. Bədbinlik xüsusilə gənclər arasında yayılıb. Kənardan baxdıqda çox gözəl, baxımlı, şən görünən gənclər hər zaman bədbinlikdən şikayət edirlər. Hər şeyin mükəmməl olduğu təəssüratını formalaşdırmaq istəyirlər. Instagram və Facebook kimi sosial şəbəkələrdə paylaşdıqları şəkillər və yazdıqları rəylərdə həyatdan zövq alırıq təəssüratı yaratsalar da, şəxsi danışıqlarında işlətdikləri ifadələr tamam fərqlidir. Bir çoxu dostlarına nə qədər sıxıntılı və dərdli olduğunu, həyatdakı məqsədini bilmədiyini, narahatlıqdan heç cür xilas ola bilmədiyini danışır. Əllərində siqaret və içki. Hamısının unutmaq istədiyi sıxıntıları, qaçmağa çalışdığı və həll edə bilmədiyi problemləri var. Yeni bir geyimin, səyahətin, yeni tanıdıqları əyləncə məkanının həyatlarına həyəcan və xoşbəxtlik gətirəcəyini düşünürlər. Lakin bunların heç biri qəlblərindəki sıxıntını yox etmir. Həftə sonu filan yerə gedək, bir neçə gün orada keçirək, doyunca əylənərik deyərək müxtəlif planlar qururlar. Lakin getdikləri yerdə xoşbəxtliyi tapa bilmirlər. Səs-küy, yorğunluq, İçkinin yaratdığı baş ağrısı dəhşətli sıxıntıya səbəb olur. Tez evə qayıtmaq istəyirlər. Evə qayıtdıqda isə sıxıntılarını da özləri ilə gətirdikləri üçün narahatlıqları davam edir. Bu dəfə də növbəti əyləncə planı haqqında düşünməyə başlayırlar və bu paradoks həyat boyu davam edir. Halbuki xoşbəxt olmaq çox da çətin deyil. İnsan iman gətirib özünü Allaha təslim etdikdə rahat və xoşbəxt olacaq şəkildə yaradılıb. Ruhun qidası imandır. İmandan uzaqlaşan insan canlılığını itirir və sanki ölməmişdən əvvəl ölür. Allaha təslim olan insan isə həyatının hər anında xoşbəxt olur. Çünki xoşbəxtlik üçün çoxlu səbəbi var. Hər an Allahı sevməyin, onun yaratdığı gözəllikləri görməyin sevincini yaşayır. Üzülüb özünə dərd edəcəyi heç nə olmur. Ailəsi və dostları ilə birlikdə olduğu, hər şeyi Allahın yaratdığını bildiyi üçün xoşbəxt olur. Bunlar isə həqiqi xoşbəxtliyi formalaşdıran amillərdir. Xoşbəxt olmaq üçün süni heç nəyə ehtiyac yoxdur. Texnologiya, musiqi, incəsənət və əyləncənin sahibinin Allah olduğunu və bunların hamısının Rəbbimizin hədiyyəsi olduğunu bilmək kifayətdir. Bu sirləri görməməzliyə vuraraq, xoşbəxtliyi əldə etməyə çalışan və ona çata bilmədiyi üçün ümidsizliyə düşənlər bilməlidir ki, xoşbəxtlik kənarda deyil. Bu xəzinəni özümüzdə axtarmalıyıq. Çünki insanı xoşbəxt edən dünya deyil, Allahdır. Allah isə bizə şah damarımızdan daha yaxındır.